Deməli, bu tipli suallar var. Son 15 mayda da təbii ki düşdü. Ən çox qəbullar düşən suallardan biridir. Deyir 6 dənə şəkil vermişəm. Yəni 8 dənə şəkil vermişəm. Verilmiş fiqurları birləşdirərək bir dairə əmələ gətir və artıq olan iki variantı tap. Burada məsələ nədən ibarətdir? Ee, Dairə içi dolu olan bir fiqura deyilir. Yəni ki, hansı açıq bir hissəni götürüb onun için dolduracaq. Amma 8 dənədən 6'sını deyir birləşdirməsi 2 dənəsi artıq qalmalıdır. Burada ümumi qaydanı birinci növbədə izah edeyim, sonra biraz variantlara da baxmanızı deyəcəm təbii ki. Ümumi qayda nədir? İndi burada 5'in içindənsə 1'in içini doldurmaq daha düzgündür. Amma birin ağzını bağlayan bu 3'tür. Deyəcəksiniz müəllim necə 3'tür? 3 burada çox qalındır. Ona görə mən məcburam burada qolun rəngini qara edeyim. Qalın çəkməyə. Yəni 3'ü fiqurun bu ağız hissəsinə qoyuram ki, bura neynəsin? Bağlansın və bəs bunu balacalaşdırdım. Deməli, buranı da o işin buradan çəkilir. Sonra bak bu 7 var ha. 7 en çok deməli şeyləri böləndir. Çevrəni ortadan bölən hissədir. En çok 7. 7 ilə də bu çevrəni o üçün belə böldük. Dursun. Bəs mənim 4'ü neyniyək? Bu 4 belə nazik olduğuna görə bax belə bir nazik paralel şəkildə o üçün aparaq belə. Bu da nə oldu? 4'tü. Yine axırda yazacağım. Sonra mərkəzdən də belə bir xətt qoyub bura. Mərkəzdən. Ve olağan içinde doldurup 6 ile 2 ile. Yani yazım bir de. Bu 7 oldu. Deməli, birinin ağzını bağlayan burada 3 oldu. Sonra bu nazik olan yer 4'tü. Sonra biraz böyük olan 2'dir. Ve biraz balaca üçbucaq nə də 6'dır. Deyir ki, 8 dənə fiqurun 6'sından istifadə elədim, bir dairə əmələ gətirdim. Artıq olan variantlar hansı oldu? 5'dən 8. Yəni belə bir sualdır. Qayda həmişə belə olacaq. İndi bəs müəllim, biraz variantlarla da bir şey eləmək olarmı? Əslində nə mənada olar? Sırf bu özü burada nə yazmışam? Bunlar özü qəbul suallardır. Məsələn, üslubun başa düşün ki, burada bunu indi mən pozuram da, misal həll eləmişik də. Məsələ nədən ibarətdir? Məsələn, mən bu 5'i məntiqlə fikirləşsəm də, 5'i birin içinə qoya bilərəmmi? Yəni 5 birin içinə yerləşə bilməz, amma ölçüsü çox böyükdür. Yəni şübhələnməlisiniz ki, 5 səhv misaldır. Düzdür? Səhv misalsa məndən də səhvlər istəyir. Yəni cavab ya A bəndidir, ya Y bəndidir. Bəs bu birin içinə dolduracaqsa, bir özü səhvdir, yoxsa düz sualdır? Artıq bir nədir? Düzgün bir fiqurdur. Ona görə düzgün olduğuna görə A-nı çıxsın. İndi səhv variantlar bu Y bəndi oldu. Yəni ki, Ben 5 hardan bildik ki bir düzgündür? yox, bayaq nə deyirəm? Hamısı nəyin içinə yığdı? Böyük dairə hansıdır? Doldurdu bunun Ha, içinə. böyüyü. Bildiyin böyük dairə. İndi əslində yaxşı özün də bir dənə. Sağda nəyin içinə doldurarsan? Denən 3'ün içinə yoxsa 6'ın içinə? Denən özün. Altının. Anladın? İndi 6'ın Hı. içinə doldursansa, o şey bura bax. Səndə Y bəndi ilə D bəndi var ha. Artıq bu səhv variantdır. Çünki 6 düzgün fiqurdursa, çıx variantlardan bizdən ancaq səhv fiqurlar istəyir. Bildiyin. Biraz var ya. Bəs yaxşı 6'ın ağzını nə ilə bağlayaq? Bayaq birin ağzını bağladıq. 6'ın ağzı nə ilə ilə? ola bilər. Ay su. Bir dənə də bu bayaq kimdir? Bu 2 ilə də bu 6'ın ilə. ağız hissəsini biraz belə qalın çəkim ki, ölçüyə uyğun olsun. Hə, Onda B variantı da çıxır hə. oradan. Elə eləyəcəyik, bəli. Prosta indi biz daha variantlarla işləməyə elə belə deyirəm də imtahanda biraz e, yüngülvari. İndi bunu vəhşi çəkmirəm. Bura bir dənə belə bir şey deyək. Görək düzdür yoxsa yox. Sizcə biraz bunu əyəcək. Bura bir dairə qoysam. Bura bir dairə qoysam. E, Bu hissə 3'ü gətirəcəyik. 3 olacaq, olmayacaq bu hissə. 3 olacaq. Yox. 3 daha doğrusu bu hissə. Niyə olacaq? Çünki 3'ün ağız hissəsi çox adam demək müəllim açıqdır. Axı, bəs bunu bağlayan təbii ki nə oldu? Bu 2'nin alt hissəsi oldu. Həm Bildiniz. dairəni amma özünüz çəkdiniz ortaya, hə? Yoxdur, buranı çəkdim də buranı. Hə, Üçün onu dairəsini çəkdim, avtomatik çıxdı. Bildin. Çünki bəli, üçün bəli. dairəsi əslində belə olmalı deyil.
O ağzın da iki birləşdiyinə görə ta mən mənzil oxşu dairə çəkdim. Və dairəni dedim ortadan bölən bir hissə ən çox olurdu. Yəni bunda oxşunda belə bir ortadan bölə. İndi biraz O da əyri. 7 Hə, olacaq. əyri çəksəm də heç nə olmaz, yola verin getsin. Bir dənə 7. də buradan da belə bir nədir adı? 5. Mərkəzə çəkək burada. Deməli, 7, 4, 5. bura yox, düzgün deyin. 8'dir bu, 5'dir. 8 aşağıdakı fiqurdur. Bu 8'dir. Biraz naziyə nə yazacağım? Hə, 3 bucaq 8-dir, bəli, 4 ora yazacağım, 8. hə. Dörd. Bu 8 aşağıdakı fiqurda, yuxarıdakı fiqur deyil. Bura nə yazdım? Bayaq 2 yazdım. Obşim, indi burada Cavab istifadə C olunmayan bəndidir. fiqur nə oldu? 1 ilə 5 oldu. İndi bu misalda məsələ nədən ibarətdir? Deməli, qəşəng sualdır bu da. 4 dənə sual da olmalı. Mən tam izah eləmək istəmirəm bunlara. İndi 4 dənə də cəmi. Bir iki dənə şeyi elə belə deyim. Bax, bəzi suallarda biraz şübhələnin də. Bax, bunun ağzını nə ilə bağlayıram belə? Elə belə bir dənə qoz belə soruşum. Hə, bax bu 7-ni belə çəkirəm. 4'le Bax, Ay, Ayşə, 4 var. 7-ni çəkirəmsə, deməli 7 6. ilə 4 bir-birinin ağzındadır. 4, Bəs bu 2-nin də ağzını bağlayan nə oldu? 8-lə. Əslində bir dənə də 8. belə deyək. Bu bir də həmişə çevirən neynəyən olur deyirəm, 90%, ortadan bölən. Yəni normalda variantlara 1 baxsaq, olacaq. səhv variantlar hansı olacaq burada? Hansı 3 olacaq? olacaq. 3 səhv 3 variantı ilə 3'ler 6 olacaq. hansı? olacak. 6 3 ilə olacaq. 6. 3'ten 6. Amma 6. ümumi olaraq belə desəz ki, bəs müəllim, fiqurun özü necə olacaq, belə bir şeydir. Yəni buranı bağlaya, e, biraz əyri-üyrü çəkirəm, heç nə olmaz. Bu hissədə biraz da buradan bir nasil çəkim. Deməli, bu yerə 7 yazıram. 7-nin ağzını nə ilə bağladıq? Bayaq 4-dən. Biraz uzun hissəyə 2 yazıram. 2-nin ağzını nə ilə bağladıq? 8-dən. Burada nə oldu dedik? 1 oldu. O şimdi səhv cavab 6 ilə 3-dən 6 belə. 3 6. Ee, indi Mən o götürərdim. nə götürərdin? 3'ü ortaya yerləşdirərdim. Sonra kenarlarına Elə deyil, 8. aynı. Elə eləməlisən ki, 6 fiqurun 6'sı da istifadə olunsun ha. Bəzən tələbələr deyir ki, müəllim, mən 4 dənəsini elə belə eləyirəm, bunu bura qoyuram, bunu bura qoyuram, birləşir də. Elə deyil. Sən 3'ü bunun ortasına qoysan da, digər bu 8 dənə 6'sını mütləq istifadə eləməlisən. Tam doldurmalısın bura, bildin? Hamısını bura doldurmalısın. O da yerləşməz axı. Elə 2 ilə 7-yə Müəllim, baxanda isə bilirsən ki, onlar uyğundur. müəllim hər zaman 6 fiqurdan istifadə eləmək lazımdır Bəli, dairəni qaydasıdır doldurmaq bunun. üçün. Bəli, bəli. Onun mütləq Aydın, aydın. 8 dənə 6'sı istifadə olunur. Bu xəyalən birləşmələr var ha, bu tipli suallar. Bunlar köhnə suallar. Köhnə nə mənada? İndi magistr zad oxuyan varsa içinizdə, onlar 100% görüblər. Amma indi bir ikisini elə belə Bəli. deyim ki, təbii ki, bu xəyalən birləşmələr var ha. Bu tipli suallar çoxdan var idi. Yəni o vaxtdan var onsuz olmağına. Deyir ki, bu 4 dənə birləşdirib, deyin də bu 4 dənə birləşdirəndə A bəndi olar. Ölçülərə fikir verin. Olar mı A Hayır. bəndi? 4 dənə bu boyda şeydən. Sonra B Yox, bəndi olar, B. Hayır. Sizcə nə bəndi olar? Şifah edin də bu sualı. Bence Y bende var. Sizə də Y bəndi. Nə mənada? Bu Məncə də bax yeməli. bu düz uzaqlı var ha. Axıra kimi aparmayacağam. Bunu biraz düz xətt biraz düzgün çəkin bir də səni. Bax, biraz balaca olan hissə bunu bura kimi burası böyle. Belə. Uzun var ha. Uzun da buradan aşağıdan qoy bura. Belə. İki dənə üçbucağı bir sızda ağzınıza birləşdirəndə bir dənə nə yaranır? Kvadrat. İndi 4 sağa da baxaq. Bunlar prosto indi səliqəli evdə rahat özünüz eləyərsiniz. Amma üslubun elə belə bir ikisini deyək təbii ki. Baxın, sağdakı misalda əgər paralelogramın biraz böyük variantıysa, elə onu birincidən çıxın A bəndinə. Çünki desək ki, mən belə eləyəndə bir şey yaratma olur. Ha, nə olsun? Üstdəki nazikdən bu boyda üçbucağı hara qoyasan? Və yaxud bunu bunun içinə qoymaq olar, B-nin. Yerləşmir. Yox. Nədir ki, D-nin içinə yerləşmir.
Y bəndində niyə olmur? Hədis. Onsuz da bu uzaqlar bir-birinə oxşamır yuxarıdakılar. Amma ortada kvadrat olsaydı bir tər bir şey deyərdiniz. Təbii ki, C bəndidir. Niyə C-dir? C-nin bir dənəsinin özünü, paralelogramın birinin özü verib də. Bir dənə mən bunu bəs belə birləşdirsəm, alınmır. Bax, bu fiquru 90 dərəcə çevirib qoyublar bura. Bu fiquru da döndərib qoyublar bura. Yəni, Romb özü də orada. Hə, düz C elə variantı. birləşdirəndə hər olmur. Amma dediyim kimi bunlar o vaxtdan bəri olan suallar idi. Amma o 6 dənəsini birləşdirdi. Onlar ancaq yeni düşən dövlət quluna düşən suallardır. Başqa hələ ki heç yerə düşməyib, onu da bilin. İndi çətin bir dənə də xoşunuza gələn bir şey var. Amma mən çətin dediyim o bayaqçı idi, 6 dənə olan. Bir də saniyə bir dənə. Hə, buradan başlayır. Doğru. Deməli 35-dən başlayırıq. Burada belə tipli suallar var. Deyir ki, saat əqrəblərin hərəkəti istiqamətində qara fiqurdan mütləq şəkildə çevrilməsiz ştrik olan hissəyə. Amma saat əqrəb istiqamətində birinci növbədə bilin bütün misallar. Yəni bu şəkildə çevrilməsiz. Deyir ki, həmin qaradan ştrixə döndərməyin minimum dönmə bucağını tapın və ondan sonra azalma sırası ilə sıralayın, artma sırası ilə belə suallar verilir. Nə deməkdir bu? Yəni, bax bu fiquru düzdür. Kağızda eləmək çox da yaxşı bir şeydir. Məsələn, bir dənə düz bucaqlı vərəqə çəkirsiniz, 90 dərəcə çevirin, belə-belə çevirin. Baxın, mən indi vərəqsiz eləyirəm da. Birinci vərəqsiz deyim ki, soraysan. Bax, bu düz xətt var ha. Bax, bu düz xətt. Bunu 90 dərəcə çevirəndə bu düz xətt tam şəkildə oturmalıdır belə. Düzdür. Sizcə tamdır, yoxsa biraz da qabağa gedib? Yəni bu 90-dır, yoxsa 90-dan artıqdır? Tamdır. Biraz artıq. 90'dan artıq. Ondan artıqdır. Əgər bu şeyi başa düşmürsünüzsə, mən yenə deyirəm də Paint-dən eləmək istəmirəm. Yəni normalda 90 dərəcə, siz evdə vərəqlə eləyin, onsuz imtahanda da 90 dərəcə belə olur. Amma bu xətt hissə düppədüz deyil. Belə olduğuna görə mən buna nə yazıram? 90 yazmıram. Bir 100 dərəcə yazıram. Nə bilim 105 dərəcə, onun dəxli yoxdur. Təbii ki, ən balaca birisi 2-dir. Hər hansı tindən ştrixə görə məsafə götürürsün. Yəni buradan bura qədər bir damcı döndərib, nə bilim bir 10-15 dərəcə bura yazın. Amma imtahanda belə şeylərə fikir verin ha, mütləq. Nəyə? Bizdən azalma deyirsə, ən axırda məsələn 2 olmalıdır. Düzdürmü? Hansı variantda sonu 2 ilə qurtarır? O qədər elə suallar düşür, o qədər. A Cavab nə variantı. olacaq burada? A bəndi. Amma təbii ki, bizə indi cavab lazım deyil. Hamısını deyək. Baxın, məsləhətdir sizə evdə məsələn çəkə biləcəyin şəkil varsa vərəqə çəkin, vərəqdə fırladın, onsuz imtahanda vərəq olacaq. Vərəqdə belə-belə çevirin. İndi baxın. Bax bunu 90 dərəcə çevirəndə belə olur. 180 necə olur? Bu şəkildə. 270 dərəcə budur. 360 da özüdür. İndi bu 90 dərəcə belədir. Amma bu 90 deyil axı düz olur. Yəni 90-ın üstünə bir əlavə olaraq təzədən bir 45 dərəcədə minimum gəlib. Bilmirəm, bildiniz yoxsa yox. Bax 90 dərəcə olanda bax bu bura qədər olur. Bax bu xətt var ha, bura kimi olur. Bəs bura nə qədər olur dedik? 180. Düzdür. 90 180 yarısı 45 elədiyinə görə elə bir ki buna deyirik ki 90 plus 45 da elə bir. Qoy siz laf belə yazın. Yəni bir 135 dərəcə hərəkət edir. 135. Problem deyil ha. Siz 140 yazın, siz 150 yazın. Orada heç bir problem yoxdur. Gəldik 4-ə. Qəşəng sualdır. 90 dərəcə sağa çevriləndə mənə deyin, bu belə düpbədüz olmalı deyil. Sizcə 90-dan azdır, çoxdur? Azdır, hardasa. Azdır. Çünki Azdır. 90-a çatmır bax. Az. 90-dan azdır. Nə siz yazın da 85, 80 və 80, ən 75. əsas suala gəlir. Baxın, bu tipli sualda bu fiquru vərəqə çəkirsiniz, düzdür. 2 dəfə çevirəndə, yəni 180 dərəcə çevirəndə yenə də özü eləyir. Amma indi deyəcəm, bu 180 elə bir ki çatmıyor, 180-a tam çatmıyor da. Amma bunu istəyirəm çevirib göstərim sizə. Bir dənə baxın. 170. Bu fiquru bilirsiniz da 90-da belə əyri olsa da, bəs 180-da necə olur? Özü olur. İndi mən də deyirəm 180 olub yoxsa çatmayıb 180-a? 170 olar. Çatmır. Anladınız? Çatmayıb. Ona görə Çatmayıb. 170 deyil. İndi bəs cavab nədir? Azalma sırası ilə ən böyük nə olacaq? 5, sonra 3, sonra 1, sonra 4, sonra 2. A variantı.
belə bir sual. Amma yenə deyirəm, biraz variantlara da baxıb hərəkət eləməsi. İnanın ki, neçə qəbulda ya ən böyüyünü tapanda, ya ən kiçiyini tapanda, düzdür, ən böyük, ən kiçiyi tapanda 99% çıxır eləyir. Amma istifadə eləmək lazımdır bundan. Belə tipdir. İndi burada mən biraz ən çətin istəyirəm. İzah edeyim bu soldakı suallara. Bax bu. Çünki görürsüz nə şey suallardır bunlar. Düzdür, indi 1'dir, 2'dir amma 3, 4, 5 figurların deyəcək say müəllim. Bəs bir də saniyə bunu vahşi printdə izah edeyim. Baxın bura. Bu bir özü, bu da normal samballı bir sualdır. Hamısı, əslində bunların hamısı samballı. Çalışın evdə belə, çünki mən nə qədər desəm də, bəzi şeylər şifahi məndən asılıdır da, sizin o təsəvvürünüzdən asılı olan bir şeydir. Yəni, mən deyirəm ki, bu ox belə verilib bizə, düzdür? Bunu bu şəkildə, yəni 90 dərəcə çevirəndə bu oxu, yəni olacaq belə, 90 dərəcə. 180 dərəcə çevirəndə olacaq belə. İndi ola bilsin mən deyirəm, yəni siz yaxşı başa düşmürsünüz. Ən yaxşısı çəkə bildiyinizi vərəqdə eləyin. Mən indi yenidən dediyimi izah edeyim. Baxın. Yəni oxun deyirəm 90'ı belədir, ağzı belə. Bəs 180 da bilirsiniz ki, belədir. İndi mənə deyin, 180'dır yoxsa 180'dan artıqdır yoxsa əksikdir? Bax özünüz deyin. Artıq. 180-dan artıqdır. Artıqdır. Çünki bu ox yenə gəlib biraz. Elə bir ki, bax bu buradakı belə deyək də, bu ox hara düşməlidir normalda? Belə olmalı idi. Amma gəlib burada bax bu hissəyə. Ona görə 180'dan artıq deməlisiniz buna. Nə bilim bir 110 çox artıq deməli deyilsiniz. 110 nə də əslində? 210, 200 dərəcə nəsə belə bir şey yazmalısınız. Birinci, prosto bunu silin. Mane olmasın bir saniye. Bura ne yazdı o şey? Bir 200 derece. İkinci sual. 200 dərəcə. İkinci sualda da yenə deyirəm. İndi yuxarıda həddən bu xəttə qədər olan hissəni deyirəm, amma mən indi işim sizi başa salmaqdır. Bax bu yuxarıdakı xətt var ha. Tam olaraq ştrixə gedib çatmır. Baxın. Çünki 90 eləyəndə baxın 90'dan 90 eləyəndə azdır. getdi çatmadı. 90'dan artıq da əksikdir onu deyin. Əksikdir. Niyə? Əksikdir. Yox, artıqdır. Deyirəm ki, 90 dərəcədə 90 dərəcə düz bura kimi gəldi. Bəli. 90'dan artıq olmalıdır axı. Bilmədiniz, bu bir də göstərdim. Bax, bunun özünü, kopyasını çıxardım, bu da izah edin. Bax, bu yuxarıdakı tin var ha, bax ora baxın. O tin 90 dərəcədə deyirəm ki, düz düşdü ştrixin üstünə. Bax, ştrix hardadır? Bax, buradadır. Hələ bu hardadır? Yuxarıdadır. Yəni 90'dan az deyil, 90'dan çox gedib. Yəni bir 100 dərəcə yazın. İndi 3'dən 4 ən balaca hansıdır burada? Sizcə bax özünüz deyin də, bax yaxşı. Buradan bura götürməliyəm, yoxsa bura götürməliyəm? Bir də mənə deyin. Bu birinci hal, bu ikinci hal. Hansı düzdür? İkinci hal. Yuxarıdakı balaca. Çünki geriyə qayıtmaq Birinci hal. olmaz. Yadına saxlayır və sadə əqrəb istikamətinə, yəni buradan bura getmir. Qaradan ştrix harda təkrarlanır? Bax burada. Düzdür? Bəs burada bunu bura gedim, yoxsa bura kim gəlim? Yəni belə də, bura kimi olmalı. Bir dənə də 5'i deyək. 5'i də bir dənə belə. Vəhşi ən balaca hansıdır burada? Onsuz görsənir də. Ən Beş. balaca nədir? 5'dir. Burada. Beş. Düzdür? Yəni bura lap tutaq ki, bir 10 dərəcə, 15 dərəcə yazsın. Sonra da görsənir də, onsuz 4'dür. 4'ə 90, nə deyin 70 dərəcə. 10 dərəcəsinin çox da burada önəmi yoxdur. Nə mənada önəmi yoxdur? 70 ona deyirsinizsə, bu 3 4'dən böyük olmalıdır axı. Buna da 80'dən 90'dan belə 85'dən bir şey deməlisiniz. 70'in 85'in çox da önəmi yox idi burada. Ən balaca nədir burada? Bizdən artma deyir ağaca. Nə olacaq? Ən balaca 5. Sonra o şəkilə baxın elə. 4'ün ölçüsü təbii ki 3'dən azdır. Ona görə 4, sonra 3, sonra Üç. 2, A sonra da variantı. bir gəlir A bəndi. Bax belə tipli misallardır. Hər misaldan 4 dənədir. İkisini izah eləmə. Gələn də kimsə desə ki, müəllim o ikisini də deməmişdiniz, qırğın düşəcək. Yəni özünüz deyin. Girişində suallara. Bax, qarışıq suallar yığmışam. Sadəcə bir dənə burada 34'ü istəyirəm sizə. Deyin burada.
Biri var, bir daha deyirəm, elə bilməyin ki, keçdiyiniz şey başqa formatda qabağınıza çıxmayacaq. Mən deyim də vacib şeylər var, onları xırda-xırda yığmışıq. Məsələn, siz kubun başqa Hitori iqra PDF-ində yenə kub görəcəksiniz. Bir də ki, belə kublarda görəcəksiniz. Birinci kubun anlayışını verək. Kub bilirsiniz ki, 6 dənə dedik ki, standart olaraq kvadratdan ibarətdir. Sizcə burada hansı kubun düzgün açılışıdır? Birinci A sizdə variantı. niyə A dedin? Sanki göz yaddaşı olaraq elə bir müəllim demişdi belə şəkil verin. Olsun soru. Bu nə izahdır? Belə izah ver ki, cavab başa düşsün. İzah edə bilməyəcəm, sadəcə A düşünürəm. Allah seçmiyorsun. Kubun qapaqları bir tərəfdə olmalıdır, yoxsa qarşı-qarşıya olur qapaqlar? Mənə onu deyim. Qarşı-qarşı. Şudur. Və B bəndində iki dənə qapağın ikisi də sağda. C'də ikisi də solda. İkisi də Bəli, sağda, ikisi də solda. Allah seçmiyorsun. Ən sadə sualdır bu açı. Cavab nə olacaq? A bəndi. Düzdür? bəli. Bəli. İstəyirsiniz təsdiq üçün bir dənə də deyim. Amma bunun hələ ayrıca keçəsi axıra yaxın. Burada düzgün kub hansıdır? C olardı. Yakın D ki. variantı. Biri solda, C biri C sağda variantı. olmalıdır. C variantı. Evet. C bəndi. Biri solda, biri sağda. İkisi də sağda, ikisi də solda ola bilməz. Bir dənə də Aydan xanımın göz yaddaşı düzgün imiş. yox, mən izah soruşuram deyir göz yaddaşımdan. Beşi Yani bu da yakın ki Y olardı. mən özüm ipucu vermədim tənzilə. Bildim bəndi. ki, atası Müəllim, variantı. Burada müəllim üçün Opposite həmişə, element müəllim, C həmişə bəndi. mənim üçün bax bu kub həmişə problem olub da, başa düşməmə, başa cavabı yenə düşməmə. səhv tapırsan ha Tənzilə xanım. Oradan Çünki deyir Mənim burada ki, C Ben C olur. variantı Məncə bax C düşünürəm. C variantıdır. variantı. Bax həm sağda, həm burada deyir ki, solda. Tənzilə hansı səhvdir? Ona görə görsən A da düzdür, B'de. C B. də düzdür, Y də Hə, düzdür. səhvi göstərir, Hə, nedir? B özüm variantı. demədim də bildim ki, şərti oxumayasınız. 100% bilirdim də çoxunu oxumayasınız. B variantıdır, B. Olsun belə. müəllim, əsas odur ki, mən o kubu başa düşmüşəm. Hə, bunların mütləqa qəşəng qaydası var. Çıx-çıx edin keçsin. İndi qulaq asın. Bəs müəllim bu dediyiniz bax buradakı PDF-ə saldığımız nədir? Bu kub deyil. Hə, hara getdi? Hə, burada. Bu paralel görürsüz də belə kub. Buna düzbucaqlı paralel deyək də buna. İndi burada sadəcə yenə də bir şey deyəcəm, əzbər bilin. Ha. Heç vaxt heç yerə düşmür. Prosto kitabda bir dənə var idi, Türklərin kitabında. Deyirəm də birdən düşüb eləyər. Sadəcə sizdən bunu soruşuram. Bu fiqurun 4 dənə yan tərəfi olur. Yəni 4 dənə nə olacaq? Düzbucaqlı. 2 dənə də qapaq olmalıdır axı. 2 dənə nə olmalıdır mütləq? Qapağı olmalıdır. Kvadrat qapaq. İndi deyir ki, elə bir variant götürün ki, 4 dənə düzbucaqlı, 2 dənə də kvadrat olan bir variant olsun. Hansı variantdır? A variantı A mənim. variantı. B-də 3 düzbucaqlı, C-də 3 düzbucaqlı, Y-də 3 düzbucaqlı, D-də 4 düzbucaqlı, amma qapaq yoxdur. A-da 4 dənə düzbucaqlı var, 2 qapaq. Görürsüz, qapağın biri yuxarıda, bir də harda olmalıdır? Aşağıda. Bunu bildiniz. Sadəcə eləcə şifahi yadınızda saxlayın ki, kub olanda 6 dənə kvadrat olur. Biri solda, biri sağda və yaxud biri yuxarıda, biri aşağıda qapaq olmalıdır. Amma burada 4 dənə yan tərəfi, 2 dənə də qapaq olmalıdır. Belə. Başqa şəkil formatları o heç qoymuşam. Sadəcə burada bir dənə də bu qatlamadan istəyirəm izah verim ki, bu da zapsa düşsün. Belə adi çevirməli şəkillər doldurmuşam, nə bilim, fərqli şey. Mən yüksəlişin imtahanında olmuşdum. Bax bu tipli suallar çox düşmüşdü ora. Yüksəlişdə şəkillər çox düşür və özə Hə, dəhşət çox samballı düşmüşdü. Bax bu şəkillər tipli də var. suallar çox idi. İndi qulaq asın. 39-cu, 42-ci fərqi yoxdur. Bu tipli qatlamalarda ştrixlərə fikir verməlisiniz. Ştrix deyir ki, yəni ştrix itən hissədir, yadınızda saxlayın. Yəni deyir ki, aşağıdan yuxarıya belə qatlayıram. Yəni bu hissə aşağıdan yuxarıya qatlayıram. Sonra da sağdan da sola qatlayıram. Deyir ki, indi sən mən necə gəlmişəm, eyni qaydada neynə bunu aç. İndi əgər bunu baxın, qatlamada necə olub? Soldan sağa qatlayıbsa, müəllim hardan bilirsiniz? Ştrix hissə itən hissədir. Yəni bu soldan sağa gəlib ki, sağdan sola daha doğrusu itib. Bəs mən bunu nə etməliyəm indi? Geri qaytarmalıyım. Geri qaytaranda oxun ağzı hara baxacaq burada? Sağa.
Bunu aldın mı bu hissəni? Bəs bir dənə də nə etməliyəm? Yuxarı atmalıyam, aşağı atmalıyam. Deyin görüm. Aşağı. Çünki Aşağı. nə almalıyam? Aşağıdan qatlamışıq Optik deyə aşağı. paratan. Aysu, aşağıdan Bəli, bəli, qatlayıb aşağı deyəndə atmaz. mən də aşağıya qatılmalıyım. Yəni ki, bu fiquru, indi başqa bir şeylər deyəcəm. Yəni tam açmaq nə deməkdir? İndi yuxarı oxu aşağı tullayanda, bax bu ağzı sola ikisi də qalacaq. Burada da necə olacaq? Ağzı sola. Amma bir şey deyim də sizə. Birinci növbədə bəzi şeyləri bilin. Ümumiyyətlə, bu hissəsi belə fiqur olmalıdır. Buna görə birinci A-nı nə edirik? Çıxırıq. Düzdür? Beyin də çıxartmır. Bəs yaxşı, ola bilər C-də ikisi də oxun, ikisi də sola baxsın. Belə qatlama olur. Qatlamada həmişə güzgü effekt deməkdir. Sola baxırsa sağa baxmalıdır. Çıxartma bunu. D variantı. Yaxşı. Y bəndində onlar burada belə baxır, burada belə baxır. Yəni bu Yox. aşağı qatlayanda bunlar ikisi də necə olmalıdır? Eyni olmalıdır. Yəni bunda çıxmır. Hələ D misalda variantı. əldə eləməmiş deyirəm ha. Yəni D bəndi budur. Amma hər bir halda bir dənə nəyə başa düşün? Burasını da ən çox deyirəm. Bir dənə bilin ki, ümumiyyətlə sizə verilən hissə qatlamanın hansı hissəsi? Yəni bu formatda da izah edeyim indi ki, mən necə rahatdır. Bax, tutaq ki, bura yazıram. 1, bura yazıram. 2, bura yazıram. 3, bura yazıram. 4. Bax, başa düşməlisiniz ki, birinci növbədə itən yer hansı hissə oldu burada? 3 ilə 4. Bəs sonra hansı yer itdi? 2. Yəni, burada verilən hissə fiqurun hansı hissəsi oldu? Bu hissə fiqurun yuxarı sol hissəsi oldu. Və bilməlisiniz ki, buradan artıq hər tərəfə nə etməlisiniz? Qatlamalısınız. İndi nə demək istədiyimi görüm hələ bir anladınız yoxsa yox. Deyirəm ki, tutaq ki, bunu 4 yerə bölürəm. Belə. 1, 2, 3, 4 yazdım ki adlarla çəkim. 1, 2, 3, 4. İndi mənə deyin, o verilən fiqur bunun hansı hissəsidir? Bax, bu fiqur burada hansı 3. hissədir? 3. Dördüncü hissəsi də yox. Birinci Üçüncü hissə. növbədə aynı. 3. Bax, sağ tərəf qatlanıb deyənə, beynində nə edirsən? Bu sağ tərəfi silirsən. Bildin? Bax, nə deyir onu elə? Sonra yuxarı tərəf itib deyənə yuxarı itir. İndi mən bunu bilsin necə görə deyirəm? Bəzən, yəni başa düşməlisiniz ki, bu hissə mənim variantımda aşağı sol hissə əhatə edir. Bəlkə bir variantı siz tapasınız. Aşağı sol hissəsi belə olmalıdır və bütün qatlamaları da ödənməlidir. Bir özünüz D bax. variantı. DB deyəndə xahiş edirəm, Dadaş Babəkdən deyin görək nə deyirsiniz. Məncə A variantıdır. Yox, yox, A deyil, D variantıdır. C variantı, Cavid. Ha, bütün variantlar saydığını Allah seçmiyorsun. Və saydıqların da hamısı səs çıxdı. Tələsmə B'dir da, niyə tamam. tələssən ki, anlamadım. Birinci növbədə A bəndi necə deyirsən ki, bununla bu eyni deyil. İkinci növbədə D bəndində, bax ki, romb düzgündür yoxsa yox. Romb burada girib içəri. Bəs sən dediyin C bəndində, orada da romb neyini burada? Girib içəri və belə bir boşluqlar yaranıb. Hər şey eyni olmalıdır. Y bəndi ümumiyyətlə səhvdir və sən baxmalısan ki, sənin tapdığın hissə fiqurun hansı hissəsi aşağı sol. Aşağı sol bir dənə harda ödür? Bax burada. Yəni görsən qatlamada ox sola baxırsa sağa baxmalıdır, yuxarı baxırsa aşağı baxmalıdır. Yəni bildiniz nə demək istəyirəm? Bəzən tələbələr deyir ki, bəs müəllim bu sualda 42 ilə deyəsən 43 idi. Eyni sualda axı bu niyə belə? Eyni deyil. Şəkil eynidir. Qatlama epizodu fərqli olduğuna görə artıq cavab fərqli çıxır. Mən təbii ki, yenə bir dənə yuvarı belə bir şey eləyim. Deməli, bir dənə də birinci növbədə mənə deyin ki, o verilən hissə fiqurun hansı hissəsidir? Onu 1-lə 3-dür. 1-lə 1-lə 3. 3 nədir? Allah? 4. 4. O Bir dənə o variant olmalıdır. Dördüncü hissədir. dördüncü X, hissədir. X. Qatlama Deməli, bir. birinci Peki. növbədə baxaq ki, bunun sol tərəfi itir. Yəni ki, bu 1-lə 3 3 qatdan. hissə. Hə, onu dedim bayaq bir üç Bəli, bəli, etmiş. mən onu deyirdim. Hə, 1-lə bir də 3. ki, yuxarı itdi. Yuxarıda nədir? 2 itdi. Bəli, başa düşməlisiniz ki, artıq 4. mənim verilən misalım budur. Yəni bunu variantlara baxmamış özünüz də qatlaya bilərsiniz, amma baxsanız daha yaxşıdır. İndi bu hansı variant olar? B variantı. Nə bəndi?
A Ee, variantı A olacaq. A variantı. variantı. A A yandı. variantı. Bir bax da Allah seçmiyorsun. B bəndi necə olsun ki burada? Hə, A variantı. Eş Bəli, bəli. bu burası olsa səhvdir. Dediyim kimi C bəndindən romplar içəri girib hər şey düzgün olmalıdır. Oxun elə bir şey ağzında olmalıdır romp. Elə şey yox. %100 A variantı. Hə. Biz bu da bu ümumiyyətlə səhvdir. İkisi də Aydındır. yuxarı ola bilməz. Yəni cavab olacaq A bəndi. Belə şeylər var həyatda. Bir dənə burada belə bir kubiklər var. Düzdür, bu kubikləri mən yəni sual kimi qəbul eləmirəm. Kubiklərdə kim necə istəyir saysın. İndi ən yaxşı sayma üsulu budur. Belə enini uzununa vurun. Kənarda yazacağım. Burada da en uzun varsa vurun. İndi en uzun yoxdursa, bunları necə sayacağıq? Tək-tək sayacağıq. Əgər yoxdursa. İndi aşağıdan başlayaq. Eni uzununa vuraq nə qədər eləyir? Deməli 5-i vurduq 4-ə, elədi 20. Sonra 3-ü vurduq 2-yə, elədi 6. 6-nın da üstünə 26-nın da üstünə nə gələcək? Əlavə olaraq 4 gələcək. Hardan 4. aldım o 4-ü? 1, 2, 3, 4 dənə də tək-tək kubik var. Belə. Yəni bir daha deyirəm, sadə bir şeydir. Bax belə 5-i vurun qəşəngcə 4-ə, nə bilim 4-ü vurun 3-ə, 3-ü vurun 2-yə, üstünə də bu 1, 2, 3-ü gəlin bax. Belə bir şeydir. Və burada bir xəttlərlə bağlı bir şey var. Onu da istəyirəm zapsa düşsün. Hanı o xəttlər? Pardon bax. Hə. Bir dənə də belə bir şey var. Əslində çox da problemli sual deyil, amma ki bu da düşən sual tipləridir. Üslubun başa düşün ki, birinci ilə ikincinin cəmi nədirsə, üçüncü ilə dördüncünün cəmi eyni olmalıdır. Yəni burada olan bütün xəttlər burada da olmalıdır. Məsələn, x-in hansı hissəsi yoxdur burada? Deyirsiniz ki, müəllim, bu hissəsi yoxdur. Çəkdim, qalanı var. Bəs kvadratın hansı hissəsi yoxdur? Bəs müəllim, sağı yoxdur kvadratın, bir də harası aşağısı. Sizcə çəkdiyim qırmızı hansı variantdır? Variantı deyin. Y Müəllim, variantı. C. D Yo, variantı. yo. D D, variantı. D variantı. variantı. D. D variantı. Biraz diqqətli olun. Ümumiyyətlə, indi misalın orijinal yoluna fikir verin. A, D. Orijinal- D. Necə? Dadaş müəllim, dadaş. Qardaş. Bildik, hə. Benim o D heç. variantıdır. Bildik. Variantları bildik. Bir dəqiqə gözləyin. Prosta orijinal variant nədir bu? Hə, o mənada deyirəm. Mən deyirəm, niyə deyir, Spartan. Deyirəm ki, orijinal variant nədir? Bəzən olur ki, qısa yollarla da eləmək olur bəzi misalları. Başa düşün ki, sizdən soruşum sonra. Bu birinci fiqur, bu ikinci fiqur. Sizcə bu sualda, indi elədim də, bu sualda üçüncüdə olan orijinal xəttlər variantda olmalı, yoxsa çatışmayanlar tapmalı? Çatışmayanlar. Ona görə burada olan Çatışmayan. xəttlər heç bir vaxtda variantda olmamalıdır. Əgər bu düz xətt verilibsə, onsuz da A-dır, B-dir, C-dir, Y-dir, onsuz da səhvdir. Həmin yeri boş olan bir dənə hansı variantdır? D bəndidir. Amma hər bir halda çəkməyə də bacarmaq lazımdır. Çünki qısa yol getməyə bilərsən. Mən bu misalı orijinal yolla istəyirəm eləyim və havayı bundan bunu durub toplamayın ha. Nə çatışmır, bax doldurun bunun üstünə. Birinci növbədə bunu çəkirəm. Bax bu ortadakı xətt burada var. Nə yoxdur? Bax onu çəkirəm. Deyirəm ki, aşağı sol hissəsi yoxdur. Yoxdur. Başqa nəsə var? Başqa heç nə çəkə bilmərəm. Çünki iki dənə xəttin ikisi də burada var. Keçirəm bu fiqura. Bu fiqurun bu nöqtədən bura kimi bir xətt olmalıdır. Burası. Sonra üst xətt olmalıdır. Sonra bu tığını görürsünüz buradakı tığını. Tığ məndə var burada. Yoxdur. Nə etməlidir? Olmalıdır. Bir dənə də tığını çəkək burada. Tələsməyin variant deməyə. Oxşayır hamısı bir-birinə. Qırmızı çəkdiyim hansı variantdır? Tələsməyin. B variantı. Tələsməyin. Ay, Allah çəkmiyorsun. Deyirəm Eydi tələsməyin. müəllimim. Bir saniyə cavab deyirsiniz. Müəllim, Y. Y. Yəni hər şeyi düzgün yoxlamaq lazım. Niyə tələsiz ki? A bəndi buradakı xətti səhvdir. B bəndi dedim deyəsən. Düzdür. Aşağı xətt yoxdur burada. Yəni bu səhvdir. B dedim ben. Aşağı Hə. düşündüm Tələsmə də. Niyə birləşəcək. tələsin? T'nin nəyi yoxdur burada? Şey yoxdur. Nədir onun adı? Bu xətti yoxdur. Bəs bu T'nin harası yoxdur? Sağ hissəsi. Qəşəng T bəndi olan və aşağı hissəsi olmayan da yer. Yəni dediyim odur ki, evdə biraz rahat edin də, səliqəli işləyin. Hansı xəttlər yoxdursa çəkin üstünə. Məsələ budur. Və mən bir dənə
imtahan suallarını belə qəribə görsənsə də istəyirəm bunu da tam izah edeyim iki variantda. Birinci qısa yolla deyəcəm. Sonra orijinal yolla qalanı sizlikdir. Qısa yolu deyək. Üçüncüdə verilən heç bir xətt variantda nə etməlidir? Olmamalıdır. Düzdürmü? İndi mənə deyin, ovalın bu hissəsi verilir və bu hissəsi verilibsə hansı variantları çıxa bilərik? Səhv kimi. B B-lə variantı, B-lə C, E-ni, Y-ni, B'ni, B-lə B, E. S, Y. B'ni, C, Y. Y'ni çıxırıq. Bəs yaxşı, bunun bir də belə aşağı, yuxarı hissəsi verilibsə, A-nı çıxım, D-ni çıxım. D-ni. D'ni çıxırdım. D. Cavab nə D-ni, oldu? D-ni çıxın. Cavab nə oldu burada? A variantı. İndi gözləyin, bir dənə də A orijinal variantı. deyim, bundan başqa da mənlik bir şey yoxdur. Baxın, orijinal yolda budur. Birinci növbədə deyir ki, 1 ilə 2-ni topla, ya da 2 ilə 1-i topla, fərqi yoxdur. Bu ovallar gəlib bura düşürdü, yəni bir dənə elə bir şey dairə yaranır burada. Bir saniyə. Burada da hamısında bir dənə dairə yaranır. Ağızları elə ki bağlanır da. Burada da dairə yaranır və burada da bir dənə dairə yaranır. Və həmin misalın, baxın, artıq bura baxmaya bilərsiniz, çünki topladım. Həmin misalın nə iş görür? Ortası mənə verib da. Bax, ortasını mənə verib. Deyir ki, nələr çatışmır? Cavab da oradan da A bəndi çıxdı. Şəkilə baxın. Belə bir şeydir. Yəni ki, Evet. opşi fiqur, bir daha deyirəm ki, opşi fiqur budur. Bunu bununla, bunu buna, opşini hamısını topladım, belə bir opşi bir fiqur alındı. Bu fiqurun deyir yarısını vermişəm. Digər yarısı hansıdır? Mən də tapdım ki, A bəndi. Amma qısa yolda bilməlisiniz ki, variantları nə edə bilərsiniz? Çıxa-çıxa gedə bilərsiniz. Belə. İndi yenidən qoşulun.